13 iyun 2026-cı il tarixində Respublika üzrə son zəng tədbirləri keçirilib. Bu tədbirlərdən biri də Sabirabad rayonu Osman Mirzəyev adına Qartepe kənd tam orta ümumi təhsil məktəbində təşkil olunub. Saat 9:00-dan 11:00-dək davam edən son zəng tədbiri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təlimatına uyğun şəkildə keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyev və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Gülnar Hüseynova bildirib. Bu məktəb ulu öndərin bizə əmanətidir. Məktəb sosialist əməyi qəhrəmanı, prezident təqaüdçüsü 1-ci dərəcəli əmək ordenli Fatma xanım Hüseynovanın xahişi ilə tikilib və əsaslı təmir olunub. Əziz məzunlar və birincilər, sizi təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram. Səsləndirdi Turanə Hüseynli, Sabirabad Media gündəmi üçün.